Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyirli olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Xanım Zəhranın şəhadət günlərinə təsadüf edən verilişimizdə bu dəfə yenə xanım Zəhranın şəhadətindən, şəhadət səbəblərini araşdırmaqlarımızdan və ən əsası xanımın, məzlum xanımın, Peyğəmbər balasının qəbrinin gizli qalma səbəblərindən danışacağıq. Verilişimizin qonağı isə İslam maarifçisi Kəmalə xanım Mahmudovadır. Xoş gəlmisiniz Kəmalə xanım. Çox sağ olun. Təşəkkür edirəm məni proqramımızda növbəti dəfə dəvət elədiyiniz üçün. Mən bütün Əhl-i Beyt ardıcıllarına, Fatimə Zəhra sevənlərə, Fatimə Zəhranın aşiqlərinə bu qəmli günlərdə təsliyyət ərz eləyirəm. Allah Taala bizə onun şəfaətini inşallah qiyamət günü nəsib eləsin. Bu dünyada ziyarəti nəsib ola bilmir. Məlum səbəblərə görə, yəni uzaqdan da olsa, heç olmasa müəyyən məqamlarda olur. Amma inşallah ki, ümid edirik ki, xanımın şəfaətinə haqqı hesab günündə, ədalət tərəzəsinin qurulacağı günündə nail olarıq. İnşallah ki, ümid edək. Deməli, bugün xanım Zəhranın şəhadət gününün ən ağır günlərini yaşayırıq. Xanım Zəhranın balalarının yetim qalan günlərinin mənzərəsini gözümüzün önünə gətirəndə günahkar ruhumuzla belə biz tam dərk eləyə bilmərik. Ağıllarımız bunu tam dərk eləyə bilmir. Ümumiyyətlə deyə bilərik ki, xanım Zəhranın şəhadəti tarixdə ən böyük müsibətlərdəndir. Və xanım Zəhra Peyğəmbər balasıdır. İmam Əli əleyhissalamın yoldaşıdır. Peyğəmbər balasının qızına olunan zülmlərdən, Peyğəmbər balasının qızına Peyğəmbərin şəhadətindən sonra edilən zülmlərə baxdıqda çox xəcalətli halda deyirik ki, ya Peyğəmbər, sən bizləri əfv elə ki, biz sənin balava layiqincə bəndəlik edə bilmədik. Biz Peyğəmbərin dövründə yaşamasaq belə, Peyğəmbəri görmədən sevənlərdənik. Və Peyğəmbər özü hər dəfə Mədinədən çıxanda övladınla ilk olaraq xanım Zəhra ilə görüşürdü və geri qayıdarkən yenə ilk olaraq xanım Zəhra ilə görüşürdü. Bəs Peyğəmbər sallallahu aleyhi və səlləm xanım Zəhranın şəhadəti ilə bağlı nə xəbər vermişdir? Tamamilə doğru buyursunuz. Həzrət Peyğəmbər salavatullah bir an olsun belə Fatimə Zəhradan ayrı qala bilməzdi. Və qeyd elədiyiniz kimi səfərə gedəndə ondan nigaran gedərdi və görüşüb gedərdi, qayıdarkən də yenə ona baş çəkərdi. Həzrət Peyğəmbər buyurmuşdu ki, Fatimə mənim qəlbimin parəsidir. Fatimə Zəhra cənnət xanımlarından xanımıdır. Fatimə Zəhra 4 cənnət xanımlarından biridir. Yəni bu mövzuda. Və Fatimə Zəhranı kim qəzəbləndirsə, qızım Fatiməni kim qəzəbləndirsə, məni qəzəbləndirmişdir. Və Həzrət Peyğəmbəri də qəzəbləndirən mütləq şəkildə Allah Taalanı qəzəbləndiribdir. Və çünki Peyğəmbər salavatullah Həzrət Məhəmməd Teal Allahın məhbubu idi, sevimlisi idi. Və sevimlisini incidənləri, nahaq yerə incidənləri, əziyyət verənləri əlbəttə ki, uca Allah, aləmi yaradan Allah qəzəblənir. Və Peyğəmbər salavatullah da Allahın rəsulu idi, pak olan, həm bu dünyada, həm o dünyada. Məhəmməd Peyğəmbər də Allahın məhbubu idi və Allahın məhbubunu incidənlər də əlbəttə ki, Allah sevməz. Və Fatimə Zəhra da Fatimə Zəhra Peyğəmbər sallavatullahın məhbubu idi, sevimlisi idi, əlbəttə ki, övladı idi, qəlbinin barəsi idi, onu incidənləri, əziyyət verənləri Peyğəmbər sevməz. Çünki nədən? Bu Peyğəmbər Allahın rəsulu, elçisi olmazdan əlavə bir ata idi. Hər bir ata övladını incidənləri, hər bir ata, hər bir ana valideyn övladını incidənləri sevməz. Əgər övladı doğru yoldadırsa, haqq yoldadırsa onu sevməz. Narahat olar. Və Peyğəmbər salavatullah da çox narahat olmuşdu və bu hədisi öncədən söyləmişdi. Və Həzrət Zəhra salamullah əleyhanın Həzrət Peyğəmbərin vəfatından sonra bu dünyanı tərk edib Allah dərgahına qovuşandan sonra
düşəcəyi qəm, qüssəni, keçirəcəyi halları öncədən görmüşdü və xəbər vermişdi. Dəfələrlə bu barədə onun hədisləri vardı. Belə bir hədis rəvayət olunur ki, Həzrət Məhəmməd Peyğəmbər Fatimə Zəhra barədə tərif verir və söyləyir ki, sonra deyir ki, sanki mən özümdən sonra, yəni dünyanı dəyişəndən sonra qızım Fatimənin qəmləndiyini, kədərləndiyini görürəm. Elə bir ki, qəm onun evinə varid olubdur. Qızım tənha qalıbdır, kədərli qalıbdır, ağlayır. Hər dəfə o mənim gecələr, gecə vaxtı, gecə namazları vaxtı Quran oxuduğumu görərdi. Amma indi bunu eşitmir. Onu çox incidiblər, qabırğalarını əziblər. Dünyaya gələcək övladını, Möhsin adlı övladını siqt ediblər. Fatimə çox əzgindir, çox yorğundur. Həzrət Peyğəmbər bu barədə məlumat verir. Sonra deyir ki, qızımın incidənləri dua eləyir. Yəni çox uzun hədisdir və söylür ki, qızımı incidənləri ya Rəbbim Pərverdigarə bu dünyada və o dünyada xar elə. Axirət günü, axirət əzabı ilə xar elə və onun bətnində olan körpəsini siqt eləyənləri cəhənnəm əzabına düçar eylə. Çünki çox incidirlər, çox əzirlər Həzrəti Məhəmməd Peyğəmbərin qızını. Həzrət Peyğəmbər sallallahu bir gün məsciddə oturur. Bu zaman İmam Həsən daxil olur içəri. Onu otuzdurur sağ dizinin üstündə. Sonra Hüseyn əleyhissalam daxil olur, körpə uşaqlar olur. Onu otuzdurur sol dizinin üstündə. Ardıca Fatimə Zəhra daxil olur. Fatimə Zəhranı otuzdurur önündə. Fatimə Zəhranın ardıca Həzrət Əli gəlir, onu da sağ tərəfində otuzdurur. Səhabələr deyir ki, ey Allahın Rəsulu, nədən onları dövrəndə otuzdurdun və belə kədərləndirdin? Həzrət Peyğəmbər kədərlənməyin səbəbini izah edir. Deyir ki, sanki görürəm ki, məndən sonra mənim canişinimi, kürəkənimi, dostumu, qardaşımı, əlini incidiblər. Onu haqqını əlindən alıblar. Ona haqq olan xəlifəlikdən uzaq eləyiblər. Mən onun başının yaralandığını və başından qanının üzü aşağı axdığını görürəm. Sonra qızım Fatimənin incidildiyi xəbərini deyir ki, qızım Fatimənin necə əzab əziyyət çəkdiyini görürəm. Qəm qüssə içində boğulduğunu görürəm, ağladığını görürəm. Onun ya ata, ey ata deyib nalə çəkdiyini görürəm. Sonra da incidilib bu dünyadan şəhadətini, qolu, qabırğası deməli sınmış halda, övladını siqt olmuş halda bu dünyanı dəyişdiyini, tərk edəcəyini görürəm. Oğlum Həsənin zəhərləndiyini görürəm. Ciyərlərinin çeynəm-çeynəm olduğunu, yəni o zəhərin təsirindən doğram-doğram olduğunu görürəm. Oğlum Hüseynin qana boyandığını görürəm. Şəhadətini görürəm. O çöllərdə əzabını, əziyyətini görürəm. Bunu Həzrəti Peyğəmbər xəbər vermişdi. Ayrı-ayrı yerlərdə də İmam Həsənlə Hüseynin doğum müjdəsi gələndə də onu qızı Fatiməyə xəbər vermişdi və ümumilikdə ki, xəbər verdi ki, bu 4 nəfər mənim ən əzizlərimdir, ən yaxınımdır, Əhl-i Beytimdən olanlardır. Onların şəhadətini dönə-dönə xəbər verir. Sanki bildirmək istəyir ki, mən bunu görürəm, hiss eləyirəm. Bildirmək istəyir ki, ey mənim səhabələrim, ey ümmətim, mənim sevdiklərimə o qədər əziyyət verməyin. Həzrət Məhəmməd Peyğəmbər boşu-boşuna ki, Həzrət Əhzab 33 ayəsi ki, nazil olanda Həzrət Peyğəmbərin Əhl-i Beytinin pak olması barədə Təhrə ayəsi nazil olanda Həzrət Peyğəmbər 6 ay Həzrət Əlinin, Fatimə Zəhranın evinin qarşısından keçdi. Hər səhər, hər sabah onlara salam verdi. Əssalamu aleyki ya Əhləl Beyt. Yəni, nə üçün bunu elə demək istəyir ki, bunlar mənim Əhl-i Beytimdir. Bunlar mənim Əhl-i Beytimdir və Peyğəmbər bilirdi ki, bunları incidəcəklər. Qabaqcadan xəbərdarlıq edirdi ki, mənim Əhl-i Beytimi incitməyin. Çünki mən onları sevirəm və onlar haqqın yolunda dönə-dönə məlumat vermişdi ki, bunlar haqqın yolunda idi. Və Həzrət Məhəmməd Peyğəmbər salavatullah deyir ki, o zaman ki, Fatimə Zəhra
yatağa düşər, xəstəliyin təsirindən yatağa düşər. Ona qulluq eləyən olmaz. Allah Taala ona İmranın qızı Məryəmi göndərər qulluq eləməyə. Mələklər aləmindən, məna aləmindən, cənnətdən gələnləri göndərər ki, Fatimə Zəhraya qulluq eləsin. Hələ Fatimə Zəhra tənha qalanda, hələ xəstəlik yatağına düşməmişdən öncə tənha qalmışdı. Ona bir kəs salam vermirdi. Deyirdi ki, ya Əli, mənə heç kim salam vermir. Həzrət Əli əleyhissalam deyir ki, ey Fatimə, mənim salamı heç alan yoxdur. Yəni, o zamandan tək qalmışdılar. Peyğəmbər sallallahu dünyasını dəyişəndən Əhl-i Beyt ailəsi tənha qalmışdı. Və onda ki, hələ yatağa düşmüşdü. Bir qulluq eləyəni, xidmət eləyəni yox idi. Yəni, ağır hallar keçirdi. Həm mənəvi əziyyət çəkirdi, həm cismi əziyyət çəkirdi. Allah Taala ona bu neməti əta eləmişdi. Və Fatimə Zəhra bu dünyadan küskün halda keçdi. Köçüb getdi. İmam Sadiq əleyhissalamdan hədis var ki, Fatimə Zəhranı Ömərin əmri ilə Qunfuz adında qulu onu öz qılıncının qını ilə vurdu. Fatimə Zəhra qapının arasında, səndərlib qapının arasında qalır və qabırğaları bundan əziyyət çəkir və bətnində olan yeni dünyaya gələcək, bundan belə gələcək övladı ki, onun adını Məsum qoymuşdu Həzrət Məhəmməd Peyğəmbər, o zaman siqt olur. Və bunun təsirindən ki, xəstəliyə düşür Həzrət Fatimə Zəhra, yatağa düşür. Bunu İmam Cəfər Sadiq də xəbər vermişdi Fatimə Zəhranın şəhadəti barədə. Və Fatimə Zəhra nədən incidir? Niyə incidir? Və vəsiyyət də elədi bu barədə. Fatimə Zəhra haqq yolun yolcusu idi. Vəh evində, vəh xanedanında anadan olmuşdu. Peyğəmbərin övladı idi. Və Fatimə Zəhra ömründə səhv danışmaz və səhv eləməzdi. Çünki Peyğəmbər qızı idi və Allahın bəndəsi idi. Haqq yolunun yolcusu idi. O zaman ki, Peyğəmbərin ona verdiyi miras payını əlindən aldılar bir ata kimi. Fatimə Zəhra buna etiraz elədi. Həmişə məzlum olmadı ki, Fatimə Zəhra. Fatimə Zəhra məzlum olub daima ağlamayıb. Bəlkə kimilərisə elə gəlir ki, elə ağlayıbdı, üsyan eləməyibdi, haqqını istəməyib. Yox, Fatimə Zəhra İslam tarixində ilk üsyan eləyən, haqqını tələb eləyən qadınlardan olub. Yəni, ilk dəfə o İslam şəhidlərindən sonra ki, İslamı yeni gələn baş tutan şəhadətindən sonra ki, Süməyyədən sonra onlara toxumuram mən. Yəni, haqqı əlindən gedən, tapdanmış bir xanım idi və haqqını tələb eləməyə can atırdı. Yəni, bu daim ağlayan, sıtqıyan xanım deyildi. Dəfələrlə haqqının müdafiəsi üçün getmişdi və o zaman ki, dedilər ki, Peyğəmbərlər özündən sonra miras qoymur. Əbu Bəkir bunu hədis kimi özündən uydurmuşdu. Amma Quran ayələrinə istinad var ki, Davud özündən sonra Süleymana irs qoydu. Yusuf atası Yaqub Peyğəmbərdən irs apardı. Və Həzrət Məhəmməd Peyğəmbər dediyim kimi Peyğəmbər idi, amma ata idi. Ata kimi öz evladına onun miras qoyma haqqı yox idimi? Fədəy torpaqları müharibəsiz alınmış torpaqlar idi və müharibəsiz alınan torpaqlar da Peyğəmbərə qalırdı. Və əlbəttə ki, Peyğəmbər sallallahu onları kasıba, küsuba, uyğun yerlərə xərcləyirdi özü İslam şəriətinə uyğun olaraq. Amma məhz fədəyi Fatimə Zəhraya o miras qoymuşdu ki, onun haqqı idi və fədəy torpaqları onun əlindən aldı. Bəziləri deyir ki, anamız Fatimə, yəni elə bir xanım idi, dünya malı uğrunda mübarizəyə qalxsın, dünya malı üstündə narahatçılıq yaratsın. Bu, dünya malı söhbəti deyildi. Fatimə Zəhra haqqını tələb eləyirdi. Burada söhbət haqdan gedir. Atadan qalmış yadigarı ki, onu tələb eləyirdi. Və tələb elədiyi haqqını geri vermədilər. Orada bir incidildi. Həyat yoldaşı, əmsi oğlu, can sirdaşı Həzrət Əlini incitdilər. Onun haqqını əlindən aldılar. Hələ Həzrət Peyğəmbər sallallahu yuyulmamış, kəfənlənməmiş, dəfn olunmamış məlum hadisələrə görə ki, biz ona toxunmaq istəmirəm. O zamandan ki, ümmət zaman-zaman parçalandı, Həzrət Əlinin haqqı əldən getdi. Həzrət Əlinin haqqı üçün də
səsini qaldıracaqdı. Həzrət Əli özü də susmadı. Bəlkə kimlərsə elə bilər ki, Həzrət Əli dayanıb Fatimə Zəhranı qabağa verib. Yox, Həzrət Əli əleyhissalam da öz haqqını istədi, tələb elədi. Amma onlara kim də əhəmiyyət verir? Və oturdu evdə Həzrət Əli ki, mən oturacam evdə, beyyət eləmirəm. Və Əhl-i-Beyt ailəsi ki, evdə oturdu, öz evində bir neçə nəfər də onlara sadiq qalanlar Peyğəmbər ailəsinin evində oturdular və beyyətə getmədilər. Və bunların da bütün ətraf məntəqələrdən, şəhərlərdən, Məkkədən, Mədinədən Əbu Bəkirə beyyət alınmışdı, amma Həzrət Əli, xanım Fatimə Zəhra və bir neçə nəfər beyyət eləməmişdi. Evlərinə ordu göndərdilər, hücum çəkdilər. Yaxşı, bunlar deyirlər ki, istəmirik, beyyət eləmirik. Yəni, bunlar əgər beyyət eləsələr, Həzrət Əli beyyət eləsə, bu deməkdir ki, Qədrxumu danır. Yəni, Qədrxum hadisələr olmayıb. Peyğəmbər Salavatullahın Qədrxum çölündə vəhy alması, Həzrət Əlinin canişin seçilməsi hadisəsi olmayıbdır. Bu o deməkdir ki, olmayıb. Buna görə Həzrət Əli əleyhissalam, xanım Fatimə Zəhra beyyət eləmədi. Səbəblərdən biri bu idi. Və eyni zamanda Əhl-i-Beyt ailəsinə sadiq qalanlar da Qədrxum hadisəsini görənlərdən və o günü Həzrət Əliyə beyyət edənlərdən oldu və Peyğəmbər Salavatullahın xəbərinə sadiq qalanlardan oldu ki, Allahdan gəlmişdi. Həzrət Əli seçilmişdi, düzdürmü? Yaxşı, bunlar beyyət eləmir, oturub da sakit oturub yerində. Bunlardan nə istəyirsiniz? Deməli, İmam Əlinin beyyəti onlara vacib idi. Bəli. Həmən Qədrxum hadisəsinin üstü örtülməsi üçün. Və İmam Əli də elə onun mübarizəsinin birincisi o idi ki, beyyət eləmədi. Və hücum göndərdi, üstünə ordu göndərdi və ordunun, bu hücumun səbəbkarı Ömər idi. Dediyim kimi Qunfuz Fatimə Zəhraya neynədir? Zərbə vurdu. Fatimə Zəhranın qapısını yandırdılar. Deyirlər ki, qapı yoxdur. O zamanlar qapı olmur. Qapısız ev olar, pərdə olur. Pərdə ilə ev olar. Hədislər var, mənbə ilə olan hədislər var. Əhl-i sünnə hədislərinin, mənbələrin özündə belə var ki, o zaman qapı olubdur. Qamışdan, bambuqdan qapı olubdur. Fatimə Zəhran qapının arxasında qalır ki, qapıya ki yaxınlaşsın, qapını açsınlar ki, qışqırırlar, biz evi yandıracağıq, od vuracağıq. Fatimə Zəhra qapıya yaxınlaşanda qapını itələyirlər və qapının arxasında qalır və qapının mismarı Fatimə Zəhranın sinəsinə batır. Və o zaman ki, o qədər də tibb elmi inkişaf eləməyibdir ki, Fatimə Zəhranın o düşdüyü o xəstəlikdən onu xilas eləyə bilsin və Allahın eyni zamanda bu təqdiri idi. Fatimə Zəhraya hücum elədilər, onun qamçı vurdular. O demək deyil ki, Fatimə Zəhraya vurulan qamçıya Həzrət Əli baxdı. Bəzilər deyir, bəyəm Həzrət Əli həyat yoldaşı deyildi. Niyə durub baxırdı? Yox, Həzrət Əli dayanmadı. O zaman ki, Ömər Fatimə Zəhraya qamçı vurdu, Həzrət Əli Ömərin üstünə cumdu. Onun qollarından tutub arxasına vurdu, qamçını əlindən aldı. Həzrət Əli pəhlivan idi. İslamın dirçəlişi, müharibələrdə qələbə Həzrət Əlinin qılıncına borçlu idi. O cür pəhlivanın, o cür qəhrəmanın gözünün qabağında bəyəm onun həyat yoldaşını döymək olardı. Amma Həzrət Əli yenə də səbr elədi. Çünki Həzrət Məhəmməd Peyğəmbər sağlığında Həzrət Əli əleyhissalama səbr etməyi vəsiyyət eləmişdi ki, ya Əli səbr elə. Və etiraz elədi, öz xanımını qorudu. Amma xanım zərbə almışdı və zərbənin təsirindən də yatağa düşdü və ağır günlər keçirdi, çox ağır günlər keçirdi və tənha, yəni Mədinə qadınları onların evinə, ailəsinə baş çəkmirdi, gəlmirdi. Fatimə Zəhra tənha. Da xəstə yatdığı zaman belə onun övladlarına dəyən olmurdu. Evinin qapısını döyüb, onun halını soruşan olmurdu. Çox ağır günlər keçirdi xanım Zəhra. Həqiqətən də İmam Əlinin məzlumluğu elə o gündən başladı. Xanım Zəhranın yatağa düşdüyü gündən başladı. Bəs Kəmalə xanım, zəhmət olmasa bizə bir qədər məlumat verərdiniz. Xanım Zəhranın qəbri niyə gizlindədir? Dediyim kimi, xanım Zəhra artıq incidildi və onu incidənlərdən narazı qaldı. Xanım çox qəzəbli getdi, çox küskün getdi və vəsiyyət eləmişdi.
Və rəvayətlər var ki, onu deyim ki, bir rəvayət var ki, xanım Fatimə Zəhra atasının şəhadətindən sonra, atasının vəfatından sonra bir rəvayət var ki, 40 gün, bir rəvayət var ki, 75 gün, bir rəvayət də var ki, 95 gün sonra dünyasını dəyişdi. Bir deməli nəql olmuş hədis var ki, Fatimə Zəhra Peyğəmbər sallallahu vəfatından 40 gün sonra dünyasını dəyişir. Həzrət Əli əleyhissalam onun başının üstünə gəlir, örtüyü çəkir, görür ki, xanım Fatimə Zəhra məktub yazıb. Məktubda öz vəsiyyətini yazıb. Vəsiyyətdə qeyd olunur ki, ya Əli, mən öləndən sonra məni yuyarsan, kəfənləyərsən, hənutlayarsan və gecə vaxtı məni dəfn eləyərsən. Hər kəsin yatdığı bir vaxtda. Hər kəsin yatdığı vaxtda, gecə vaxtıdır. Məlum məsələdir ki, dəfn eləyərsən. Başqa bir rəvayətlər var buna uyğun şəkildə, yəni məktubdan əlavə var ki, yəni bütün istər onu şifahi şəkildə desin, istər yazılı şəkildə, məktub şəkildə eyni gəlir, mənalar eyni gəlir. Həzrət Əlini çağırır, deyir, ya Əli, ona razı niyaz eləyir, vidalaşır, deyir ki, ya Əli, mən öləndən sonra, yəni artıq Fatimə Zəhra bilir ki, dünyasını dəyişəcək. Deyir, yaxın zamanda artıq mən də bu dünyadan vida eləyəcəm. Mən öləndən sonra məni gecə ikən dəfn eləyərsən. Mənim qəbrimi gizlin saxlayarsan. Kimsə mənim qəbrimin üzərinə gəlməsin. Yəni ki, onu incidən adamlardan söhbət gedir və deyir ki, məni gecə ikən yuy, kəfənlə və apar dəfn elə. Bu cür deməli bir-birinə oxşayan hədislər var. Hətta Əhl-i Sünnə mənbələrində də var. Ayşədən nəql olunub ki, Ayşə deyir ki, Peyğəmbərin qızı Fatiməni gecə ilə dəfn edirlər. Əkrəmə Həzrət Məhəmməd Peyğəmbərin əmisi oğlu İbn Abbasdan nəql edir ki, ondan soruşurlar ki, xanım Fatimə Zəhranı nə vaxt dəfn edirlər və onu kim deməli dəfn edir? Deyir ki, gecə ikən dəfn edirlər və onu Əli dəfn edir. Və Salman Farsidən rəvayət var ki, Həsənlə Hüseyin əleyhissalam gəlir gecə ikən, mən evdə idim, qapımı döyür və deyir ki, atam səni çağırır, atam sizi çağırır. Salman Farsi deyir, getdim Həzrət Əlinin evinə, gördüm ki, Fatimə Zəhra dünyasını dəyişib. Və Salman Farsidən əlavə orada Miqdad olur, Əbu Zər olur, bir neçə nəfər ki, Fatimə Zəhranın ailəsinə, Əhl-i Beyt ailəsinə sadiq qalmışdılar, onlara xəbər göndərilir, onlar gəlirlər. Və son anda Zübeyir də onlardan olur, Bəni Haşimdən bir neçə nəfər olur, onlar gecəyini Fatimə Zəhranı aparıb dəfn edirlər. Dəfn olunma yeri barədə də 3 dənə məlumat var, yəni rəvayət var. Bir var ki, Fatimə Zəhranı Həzrət Məhəmməd Peyğəmbərin qəbrinin yaxınlığında dəfn edirlər, qəbrinin kənarında dəfn edirlər. Bir rəvayət var ki, onu Bəqi qəbirstanlığında dəfn edirlər. Bir rəvayət var ki, Peyğəmbər sallallahu qəbri ilə minbərin arasında dəfn olunur. Rəvayət olunur ki, Peyğəmbər Həzrət Əli əleyhissalam xanım Fatimə Zəhranı dəfn eləyir. Bir söz var ki, əlavə 7 dənə qəbir, yəni xanım Fatimə ilə bərabər 7 qəbir düzəldir. Bir də var ki, 40 dənə qəbir düzəldir ki, Fatimə Zəhranın hansı olduğu bilinməsin. Çünki bilirdi bunlar ki, səhər xəbər çatacaq, Peyğəmbər qızı artıq dünyasını dəyişib, gəlib bir ona namaz qılsınlar. Xanım Fatimə Zəhra da bunu istəmirdi. Hələ sağlığında, yəni xəstə yatağında Əbu Bəkirlə Ömər buradan aşıya çıxım, gəlir onun evinə baş çəkməyə. Xanım Fatimə Zəhra üzünü döndərir divara tərəf. Baxmır onlara və öz narazılığını, etirazını xəstə yatağında da bildirir. Və o zaman ki, səhər açılır, xəbər çıxır ki, Həzrət Rəsullahın qızı artıq dünyasını dəyişib. Əbu Bəkir, Ömər xəbər tutur, hər kəs xəbər tutur. Axışıb gəlirlər Fatimə Zəhranın bastırıldığı yerə, dəfn olduğu yerə ki, artıq dəfn olunub, necə yəni, xəlifə dəfn namazı qılmalıydı, meyit namazı qılmalıydı, bunların xəbəri olmayıb və istəyirlər ki, xanımı qəbirdən çıxartsınlar. Xəbər çatır Həzrət Əliyə, artıq Həzrət Əli burada dözmür, çox əsəbiləşir Həzrət Əli. Gəlir xanımın dəfn olunduğu məqama yerə və burada artıq Ömərlə sözləşirlər.
ki, Ömər ki, bildirmək istəyir ki, xanımı çıxartsınlar, buna bir dəfn mərasimi qursunlar. Həzrət Əli əleyhissalam işarə eləyir qılıncına, deyir, and olsun ruhum əlində olana Allaha ki, bu şəmşir qınından çıxsa yerinə girməyəcək. Yəni artıq Ömər başa düşür ki, Həzrət Əli çox əsəbləşib burada. Çünki Həzrət Əlinin qılıncından bunların xəbəri vardı. Burada artıq Həzrət Əli dözə bilmir və artıq uzaqlaşıb gedirlər və o zamandan bu günə qədər xanım Fatimə Zəhranın qəbri naməlumdur. Məlum məsələdir ki, onun övladları, əyimmələr onun qəbrinin yerini bilirdilər. Və inşallah ki, bizim sonuncu imamımız Həzrət Mehdi sahibə zaman zuhur eləyəndə onun qəbrinin yeri məlum olacaq, amma hələ ki məlum deyil. İndi zəvvar olanlar, Məkkəyə gedənlər, Mədiniyə gedənlər, bəlkə qəbristanlığından güman eləyir ki, xanımın qəbri oradadır, uzaqdan uzağa xanımı ziyarət eləyirlər. Salam da verirlər, bəli, salamlaşırlar, ziyarət eləyirlər. Allahın salamı olsun o möhtərəm xanıma. Allah sizlərdən razı olsun. Allah elminizə daim bərəkət versin. Allah sizləri xanım Zəhra ilə ucaltsın inşallah. Çox sağ olun verilişimizə gəldiyinizə görə və dəvətimizi qəbul etdiyinizə görə. Allah razı olsun. Yəni biz kiçik bəndələrik. Xanım Fatimə Zəhra haqqında danışmağa layiq olan bəndələr deyilik və onun haqqında da məlum məsələdir ki, qat-qat kitablar yazılıb və kiçik verilişə sığmaz. Amma inşallah ki, ümidvarım ki, Allah Taala bu məclisi, bu kiçik verilişi, bu kiçik söhbəti uca məqamlara çatdıracaq. Xanım Fatimə Zəhranı bizlərə şəfaətçi eləcək, onun nəzərini üstümüzə salacaq inşallah. Əziz izləyicilərimiz, xanım Zəhra Səlamullah əleyhanın axır saatlarında baxır yanında oturan övladlarına, İmam Həsənə, İmam Hüseynə və qeyrətli qızı Zeynəbə. Baxır və and verir Allah'a ki, İlahi, səni and verirəm Həsənin, Hüseynin, Zeynəbin haqqına, bu yetim balaların haqqına. Bizi sevən insanları bağışla, onlara əzab vermə. Xanım Zəhra ölüm anında belə, şəhadət anında belə bizləri unutmadı. Əziz izləyicilərim, bizlərin də öz üzərimizə düşən öhdəliklərimiz var. Xanım Zəhranın balası, dövrümüzün imamının çalışaq başını aşağı eləməyək. Və çalışaq ki, İmam Zaman ağanı bu ağır günlərində, anası Zəhraya matəm saxladığı günlərdə biz də ağanın yanında matəm saxlayanlardan olaq. Və xanım Zəhranın dünya və axirətdə şəfaətinə nəsib olasınız inşallah. Verilişimizdə geyimimdə köməklik göstərən modalyer Cavad və Lamiyə xanıma dərin təşəkkürümüzü bildiririk. Hicab aləmindən, bu məkandan siz özünüzə və övladınıza ən gözəl hicab geyimləri əldə edə bilərsiniz. Təşəkkür edirik.